Abbas radiyallahu anhuma Peyğəmbər sallallahu aleyhi ve sellem'i vəsf verir ki, o cömert və səxavətli idi. Onun deyir ki, cömertliyi və səxavətliliyi əsən küləkdən də daha sürətli idi. Yəni, hər bir xeyrə can atırdı. Və bir gün bədəvi ərəb gəlir və Peyğəmbər sallallahu aleyhi ve sellemin qoyun sürüsü var idi. Və bu qoyun sürüsü iki dağın arası vadi boydaydı. Yəni, düşünün, iki dağın arası qədər qoyun sürüsü. Və bu bədəvi ərəb qoyun sürüsünü görüb təəccüblənir. Deyir ki, bu sürülər kimindir, deyir. Və Peyğəmbər sallallahu aleyhi ve sellem ona heç nə demir. Demir, mənimdir. Demir, sənə nə lazım? Niyə soruşursan, demir. Deyir, xoşun gəldi. Deyir, hə. Deyir, götür, hamısı səndir. Baxın səxavətliliyə. Yəni, sürü demirəm. Qurbanlıqda bir dənə qurban kəsə bilmirlər. İmkanı olanlar qurbanlıqda bir qurban kəsə bilmirlər. O da ki, hansı ki, üzərinə vacib olan bir şeydir. Amma Peyğəmbər sallallahu aleyhi ve sellemə onun hamısını sədəqə verməsi vacib deyildi. Deyə bilərdi ki, get götür 5-ini, 10-unu, yarısını. Deyir ki, xoşun gəldi, deyir. Deyir, hə. Deyir, götür, hamısı səndir. Və həmin bədəvi ərəb qayıdır öz cəmaatının yanına, deyir ki, yə əyyuhənnəs, əslimu. Deyir ki, insanlar, İslama girin. Həqiqətən deyir ki, Muhammed elə bir əta eləyir ki, insan kasıblıqdan, yoxsulluqdan qorxmaz. Hansı birimiz belə sədəqə verməyə cömərdik? Səxavətliyik ki, belə sədəqə verəsən. Halbuki Allah Taala səndən bunu tələb eləmir, amma yəni, bacardığın qədər, gücün çatdığı qədər Allah yolunda sədəqə verməyə səxavətli olmalısan. Ki, bu Peyğəmbər sallallahu aleyhi ve sellemin sifətlərindən idi. Onun əxlaqından idi.